Alkinlər. Alkinlərin ümumi formulu necədir uşaqlar? CnH2n-2. Biz bu formulla tanışıyorduk. Hansı sinifdə? Alkadiyenlər sinifində. Doğrudur. Alkadiyenlərdə. Gəlin görək fərq nə idi? Dn deyirdik. 2 dənə 2 qat rabitə var. Doğrudurmu? İlk nümayəndəsi neçədən başlayırdı? Böyükdür, bərabərdir. 3, üçüncüdən başlayırdı. Alkinlərin isə uşaqlar mütləq şəkildə tərkibində bax bu sp vəziyyətində olan 2 karbon olmalıdır. Onda deməli, alkinlərin ilk nümayəndəsi neçədən başlayacaq? 2-dən başlayacaq. Alkadiyenlərdə bir dənə kumulə olunmuş alkadiyenlərdə, ancaq kumulə olunmuşlarda sp var idi. Alkinlərdə isə bütün alkinlərdə mütləq şəkildə uşaqlar sp hibrid vəziyyətində olan 2 dənə karbon var. Onda karbonumuz əgər n dənədirsə, bunun 2 dənəsi sp-dir, n-2 ədəd karbon da hansı hibridləşmə vəziyyətindədir? sp3 hibridləşmə vəziyyətindədir. Bunu bildik. İndi adının sonu nə ilə bitir? İn şəkilcisi ilə. Bu bir maddənin adı nə olacaq onda? Deyin görək, C2H2-nin adı nə olacaq? Etin, aysığol. Bəs yaxşı, buna baxaq görək. Bunun adı nə olacaq? Propin, doğrudur. Propin. Yaxşı, gəlin baxaq görək. İndi mən belə bir birləşmə yazmışam. Bunun adı nə olacaq sizcə? Bir baxaq görək. Butin. Amma butin neçə? Butin 1. Ay, sağ ol. Butin 1. Yaxşı, mən butin 1-i başqa cür ona izomer forma yaza bilərəm? Yaza bilərəm. Fərid, dinləsən yaxşı olar bu mövzunu. Baxırıq belə. Bəs bunun adı nə olacaq sizcə uşaqlar? Butin 2. Onda burada nə yarandı? İzomerliyin hansı forması yarandı? Vəziyyət izomerliyi rabitənin yerinə görə yarandı. Vəziyyət izomerliyi. Nə dedi uşaqlar? Alkinlər etindən başlayır. İlk nümayəndəsi ikinci karbondan başlayır. Vəziyyət izomerliyi isə başladı neçənci karbondan uşaqlar? Dördüncü karbondan, yəni sinifinin üçüncü nümayəndəsindən. Biz butindən şaxə çıxara bilmərik. Niyə? Karbonun valentlik imkanları buna icazə vermir. Onda deməli, quruluş izomerliyi neçədən başlayacaq uşaqlar? 5-ci karbondan, yəni pentindən. Məsəl üçün, mən belə bir birləşmə yazmışam. Bunun adı nə olacaq? Pentin 1. Ay, sağ ol. Bu oldu pentin 1. Başqa cür pentin 2 də yaza bilərik. Və yaxud uşaqlar, mən bu birləşməni belə yaza bilərəmmi? Baxın görək. Belə yazırıqsa əgər, onda bizim birləşməmizin adı nə olacaq sizcə? Hansı tərəfdən nömrələnəcək? Kim deyər? Yenə rabitə tərəfdən 1, 2, 3, 4. Adını deyəndə necə deyəcəyik? Əvvəlcə radikalın yeri 3 metil. Neçə uşaqlar? Butin 1. Butin 1. Ay, sağ ol. Bu da oldu hansı izomerlik uşaqlar? Quruluş izomerliyi. Quruluş izomerliyi. Bundan başqa izomerlikdən danışmışkən gəlin davamında deyək deməli, alkinlər hansı siniflə sinif arası izomerdir? Alkadiyenlərlə. Sadəcə alkadiyenlər ilk karbon 3-dən başladığına görə bunun izomerliyi hansı ilə olur? Propinlə olacaq. Propin alkadiyenlərdə propadiyenlə sinif arası izomerdir. Uşaqlar, bir də var optiki izomerlik. Alkinlərdə cis-trans izomerlik yoxdur. Fəza izomerliyi yoxdur. Deməli, alkinlərdə izomerliyin 4 formasını gördük. Vəziyyət rabitənin yerinə görə butindən başladı, quruluş pentindən başladı, sinif arası alkadiyenlərdir, propindən başladı, bir də var optiki izomerliyi. Fəza izomerliyi, həndəsə izomerlik dediyimiz cis-trans yoxdur. Bunu bildik. Gəlin uşaqlar, bunların elə yeri gəlmişkən adlandırmasını dedik. Yenə 3 qat rabitə tərəfdən nömrələnəcək. Öncə radikalın yeri, sonra rabitənin yeri deyiləcək. Yaxşı, bəs bu oldu beynəlxalq adlandırma. Bəs səmərəli necə adlandırarız? Yenə alkinlərdə, alkanlarda olduğu kimi, bax bu 3 qat rabitəli karbonları seçirik. Buna nə adı verək uşaqlar? Asetilen adı verək. Asetilen. Kənarda qalan radikalın adını deyirik. Sonra deyirik sonda asetilen. İndi kənarda hansı radikal qalıb burada? İzopropil. Onda bax bu birləşmənin adına deyəcəyik. İzopropil asetilen. Asetilen. Bu oldu necə adlandırma? Səmərəli adlandırma.
Bunu bildi uşaqlar. Sual olan yoxdur adlandırma ilə bağlı. Gələk fiziki xassələrinə. Yenə də uşaqlar neçəyə qədər? Bax, bu 4 daxil olacaq nə? Qaz. Sonra 5-dən başlayacaq maye, ali nümayəndələr isə olacaq nə? Bərk aqreqat halda. Bunu da bildik. Gəlin indi baxaq hibridləşmə vəziyyətinə. Hibridləşmə vəziyyəti, biz dedik ki, bütün alkinlərdə 2 dənə karbon hansı hibrid vəziyyətindədir uşaqlar? sp hibrid vəziyyətindədir. sp hibridləşmə vəziyyətindədir. Hibrid orbital sayını tapanda necə tapırdıq? Deyirdik ki, 4n minus 2 pi. Bu nəyin sayıdır uşaqlar? Hibrid orbital sayı. Onda 2 dənə pi olduğuna görə 4n minus 2 vur 2, o da elədir. 4n minus 4. Bu oldu hibrid orbital sayı. Bəs qeyri-hibridi necə tapırdıq? Kim deyər? Hidrogen sayı. Hidrogen sayı 2 minus 2. Üstə gəlirəm 2 vur 2, yəni 4. Yenə də oldu qeyri-hibrid orbital sayı 2n plus 2. Bunu da bildik. İndi gəlin baxaq uşaqlar. Bəs bizdən sp3 karbon atomu desə, sp3 karbon, 2 dənə karbon sp isə mütləq şəkildə, onda n-dən neçəsi sp3-dür? n-2-si. Yaxşı, bizə desə sp3 hibrid orbital sayı. sp3 neçə idi? 4. n-2-ni vuracaq neçəyə? 4-ə. Eləyəcək 4n minus 8. 4n minus. Yəni bunu artıq sonra özünüz hesablaya bilirsiniz uşaqlar. Sonra nə deyirdik? Karbon-karbon arası sigma. Sonra qeyri polyar. Amma hansını soruşur? Sigma. Soruşarsa həmişə neçədir uşaqlar? n-1. Amma yox. Ümumi qeyri polyar rabitə soruşsaydı, onda nə edəcəkdik? Bu 2 dənə pini də nəzərə alacaqdıq. Məsəl üçün, tutaq ki, bax, bizə bu maddəni veribdir. Burada ümumi qeyri-polyar rabitə neçədə nədir uşaqlar? Qeyri-polyar rabitə, sigmanı demir ha. Niyə? Hamısı, bu xəttlərin hamısı. 4 dənə, bəli, 4 dənə. Onda karbon sayından bir vahid çox uşaqlar, n plus 1 olacaq. Onu ancaq maddənin üzərində elə saymalıyız. Yəni, düstur olaraq yadda saxlamayın da. Bir dənə yadımızda saxlayırıq ki, qeyri-polyar sigma həmişə n-1-dir alfatik quruluşlarda, yəni açıq quruluşlarda. Qapalı quruluşlarda karbonun sayıdır, düzdürmü? Amma ümumi qeyri-polyar soruşanda sigmalı pili hamısını götürəcək uşaqlar. Bu belə. Bunu bildik. Aqreqat halını dedik, hibrid vəziyyətini dedik, sonra deməli adlandırılmasını dedik, səmərəli, beynəlxalqı, izomerliyini dedik. Nəyə qaldı? Kimyəvi xassələri və alınması. Nədir Nuray de balam? Alınması və kimyəvi xassələri. Gəlin birinci alınmasını deyək uşaqlar. Ən önəmli deməli sənayedə alınma üsulları. Kalsium karbidin üzərinə gəlirik su. Kalsium karbidin formulunu bilirdik. Xatırlayırıq uşaqlar. Yadınızdadır mı bu? Kalsium karbidin formulu. Karbonun oksidaşma dərəcəsi burada -1, valentliyi isə 4'dür. Kalsium karbidin üzərinə su gələndə alınır asetilen. Bu asetilenin ən məşhur alınma reaksiyalarıdır. Ətraflı yazı suallarında, situasiya suallarında çox istifadə olunur. Bu belə. Sonra, digər bir alınma üsulu. Hüseyin, metanın neçə dərəcədə parçalanması? Aha. 1500 dərəcədə bəli parçalanması. Alınacaq C2H2, üzərinə gəlirik 3 mol hidrogen. Bu oldu uşaqlar sənayedə alınması üsulları. Bəs yaxşı, laboratoriyada necə alarıq uşaqlar? Laboratoriyada bizə tutaq ki, belə bir birləşmə verib. Keçən dəfə dedik ki, bax, bir dənə monohalogen olanda üzərinə gəlmişəm, tutaq ki, kalium OH-ın spirtdən məhlullu. Bir dənə olanda nə alınırdı? Alkin. Ay, sağ ol. Alkin alınır. Yaxşı. Belə yazaq. CH2 xlor. Tutaq ki, CH2, CH2 xlor. Bəs belə gəlsəm üstünə kalium OH-ın spirtdən məhlullu ilə. Buradan nə alınırdı? Alkadiyen alınırdı. Düzdür. Alkadiyen alınırdı. Yəni, 2 qat rabitələr harada yaranırdı uşaqlar? Biri burada yaranacaqdı, biri də burada yaranacaqdı. Düzdür? Aha, bunu bildik.
kubları götürək buradan. Deməli, 2 dənə dihalogenli törəmə olanda, amma şərt nə idi? Halogenlər biri-birindən aralı olsun. Bu zaman əmələ gəlirdi nə? Alkadiyen. Bir də uşaqlar, indi belə ola bilər. Baxın, CH2 flor, CH flor, CH3. Üzərinə gəlirəm kalium. OH-ın yenə spirtdə məhlulu. Nə alınacaq? Alınacaq buradan CH 3 qat rabitə CH yox. C və CH3. Yenə kalium OH və gəlir 2 mol kalium, daha doğrusu kalium fluorid və su. Buradan əmələ gəldi uşaqlar. Nə? Alkin. Amma şərt nədir? Şərt odur ki, nədir şərt? Əli də görüm. Bəli, halogenlər ya yan-yana olsun uşaqlar, yan-yana karbonlarda və ya eyni karbonda olsun. Və ya eyni karbonda olsun. Bildiniz? Şərt nə oldu? Dihalogenli törəmi olmalıdır. Amma halogenlər ya yan-yana olmalıdır, ya da eyni karbonda olmalıdır. Yox, aralarında bax belə görürsünüz. Məsafə olarsa, onda alınırdı nə? Alkadiyen. Yox, bir dənə halogen idisə, onda da alınırdı alkin. Yəni bir dənə pirabidə. Bunu bildik uşaqlar, bunu da bildik. Bu da oldu nə? Alkadiyenlərin ən vacib alınma üsulları. Vəssalam, bunları da bilsəz kifayətli sizə. Deməli, gəlirik indi kimyəvi xassələrinə. Kimyəvi xassələrində uşaqlar birazcık dəyişiklik, fərq olacaq. Birincisi, yanma reaksiyalarına, yenə də alkadiyenlər kimi, CnH2, yanma reaksiyasını bilirik də. Oksigenin qarşısı neçə düşəcək əmsal? Bəli, 3n-1. Yenə təkrar istəyirsiniz yazaq. Üzərinə gəldik, oksigen, alınır n mol karbon qazı, n-1 su və oksigenin qarşısına düşdü, 3n-1 bölünsün 2. Bu oldu tipik yanma reaksiyası uşaqlar. Başqa cür hansı kimyəvi xassət var? Təbii ki, neçə dənə pirabitə var bunlarda? 2 pirabitə var. Üzərinə 1 mol H2 gələriksə, 1 mol. Onda nə əmələ gələr sizcə? Alken, yəni CnH2n. Yox, üzərinə bəs bunun 2 mol hidrogen gələriksə, hidrogen gəlməyə flor gələk. Nə fərqi var uşaqlar? Bu zaman nə alınacaq? Alkan olacaq CnH2n plus 2. Bəli, alınması kimi deyə bilərik, amma niyə elə daha özünə məxsus alınma reaksiyaları var da. Sonra uşaqlar, indi məsəl üçün CnH2n-2 üzərinə gəlirəm flor. Bəs burada nə alınacaq? Alınacaq CnH2n-2 flor 2. Pi-nin biri qırılacaq, birləşdirəcək özünə. İndi gəlin bunu açıq yazım. Tutaq ki, bax belə bir birləşmə yazmışam. Üzərinə gəlirəm flor 2. Nə alınacaq buradan? Deyin görüm. Aha. CH flor 2 qat rabitə karbon flor. Bir də nə oldu? CH3. Sonra yenidən 1 molda xlor gəlsəm, yenə də həmin pirabitəni qıracaq. Əgər uşaqlar, əgər bizim maddəmiz halogen yox, hidrogen halogeni də olarsa, məsələn H xlor. Burada nə olacaq? Onda artıq burada Markovnikov qaydası işə düşəcək. Hidrogen gələcək, hidrogeni çox olan karbona. Onda burada nə alınacaq? CH2, 2 qat rabitə C flor, CH3. Bu oldu birləşmə reaksiyası. Neçə birləşmə reaksiyasına daxil oldu uşaqlar? 1-in 2-yə birləşmə reaksiyasına daxil oldu. Gəlin görək, bəs başqa hansı reaksiyalar var? Uşaqlar, var hidratlaşma reaksiyası. Hidratlaşma reaksiyası nə deməkdir? Bunu əzbər öyrənəcəksiniz, yazacaqsınız, adınız kimi əzbər bilməlisiniz bu reaksiyaları. Bir dənə asetilenin hidratlaşmasından əmələ gələcək uşaqlar aldehid. Və bu reaksiya adlanır Kucherov reaksiyası. Bəli. O iki yox, su, o iki nədir, düz deyirsən, doğru. Deməli, su. Asetilenin hidratlaşması reaksiyasından. Buradan əmələ gəldi asetaldehid. Deməli, katalizator iştirak elə və bu reaksiya uşaqlar adlanır Kucherov reaksiyası. Onda belə bir qayda deyilir.
Bir dənə ancaq asetilenin hidratlaşmasından əmələ gəlir aldehid, digər alkinlərin hidratlaşmasından uşaqlar, digər alkinlərdən əmələ gələcək keton. Məsələn, CH3 qat rabitə karbon CH3, üzərinə gəlirik su. Buradan əmələ gələcək aseton. Aha, bax belə. Əmələ gələcək aseton. Asetonun alınma reaksiyası. Qayda nə oldu? Bir dənə asetilindən asetaldehid, aldehid, yəni digər bütün alkinlərdən keton əmələ gələcək. Bu da oldu hidratlaşma reaksiyaları. Bundan başqa uşaqlar, deməli, hansı reaksiyalara daxil oldu? Hidrogenlər, yəni birləşmə reaksiyalarına, 1-in 2-yə, yanma reaksiyasına və hidratlaşma reaksiyasına. Sonra gələk görək, bəs başqa hansı reaksiyalar var? Uşaqlar, oksidləşmə reaksiyalarına daxil olacaq. Oksidləşmə reaksiyaları nə deməkdir? Bunu da yenə yadınızda saxlayırsınız. Bircə dənə asetilenin oksidləşməsindən əmələ gələcək uşaqlar burada oksalat turşusu, 2 əsaslı turşu. Oksalat turşusunun digər adı turşenk turşusu. Turşenk turşusu və ya əsas adı oksalat. Oksalat turşusu. Bəs yaxşı, digər alkinlərdən nə alınacaq onda? Tutaq ki, propini yazıram. Propinin oksidləşməsindən gəlin görək nə alınacaq? Propinin oksidləşməsindən uşaqlar 2 növ turşu alınacaq. Bir dənə alınacaq deməli qarışqa turşusu, bir də sirkə turşusu. CH3COOH, bir də HCOOH. Amma nədir bu? Oksidləşmə. Oksidləşməsindən. Bizə lazımdır əsas oksalatın alınması reaksiyası. Bu belə. Və ən önəmli reaksiyalara gəlirik. Ən önəmli reaksiya 3 qat rabitəsi zəncirin kənarında olan alkinlər. Məsələn, hansı? Tutaq ki, ən primitivindən yazım, asetilindən yazıram. 3 qat rabitəsi zəncirin kənarında olan alkinlər. Deməli, uşaqlar, natrium ilə argentium 2O ola bilər və yaxud kuprofluor 2 ola bilər. Bunların ammoniakda məhlulu ilə əvəz olunma reaksiyasına daxil olur. Məsələn, buradan alınacaq natrium, karbon, 3 qat rabitə natrium, üstə gəlinsin H2. Nə oldu? Amma burada qayda nə oldu uşaqlar? 3 qat rabitə zəncirin kənarında olmalıdır. Yox, əgər tutaq ki, bizə belə bir birləşmə veribsə, buna baxın. Bu da daxil olarmı eyni reaksiyaya? Tutaq ki, natriumla reaksiyaya. Daxil olar, olmaz. Olmaz. 3 rabitə zəncirin kənarda olacaqsa olacaq təbii ki. Amma onda bir dənə hidrogen əvəz olunacaq da artıq. Məsəl üçün, bax buna bax, yazsaq belə 3 qat rabitə CH3. Tutaq ki, CH2, CH3 yazmışam, düzdür. Üstə gəlirəm natrium. Onda nə olacaq? Olacaq natrium, karbon, 3 qat rabitə karbon, CH2, CH3. Vəssalam. Bu da oldu əvəz olunma reaksiyaları. Son olaraq uşaqlar, gəlirik deməli, dimerləşir və trimerləşir. Dimerləşmə nə deməkdir? Tutaq, di nə demək idi? 2. Dimerləşmə reaksiyası. Asetileni 2 mol götürürük. Tutaq ki, üstə gəlmişəm. Aha. Şimdi bunlar bir-birindən birləşəcək axı. Əmələ gələcək nə? CH, 3 qat rabitə C, CH, 2 qat rabitə CH2. Əmələ gəldi uşaqlar, vinil asetilen. Vinil asetilində neçə mol rabitə var uşaqlar? 3 mol, doğrudur. Vinil asetilenin üstə H-klor gələndə nə alınırdı? Bayaq dedik. Klorpren alınır. Doğrudur. Bir də gəldik uşaqlar. Trimerləşmə reaksiyası. 3 mol asetilen aktivləşmiş kömür üzərindən keçirilir. Bu zaman əmələ gəlir benzol, C6H6. Trimerləşmə reaksiyası. Bu da oldu uşaqlar. Polimerləşmə reaksiyaları da var. Amma bizə təqdim olunur dimerləşmə və trimerləşmə. Asetilenin nəyin? Ümumiyyətlə tək asetileni yox. Alkinləri necə təyin edirik sizcə? Bəli, bromlu su və kalium permanganatlı su ilə təyin edəcəyik. Və gəldik tətbiqinə uşaqlar. Məsələn, vinil asetilenin alınması, benzolun alınması, kauçukların alınmasında istifadə olunacaq, klorpren kauçukunun alınmasında. Belə və salam. Bu da oldu asetilenin, yəni alkinlərin tətbiqi. Dərsimiz bu qədər. Kimin sualı varsa dərsimizə aid buyursun. Və bir də uşaqlar,
Yadınızda saxlayın, karbohidrogenlərdən yeganə olaraq xətti quruluşda olan karbohidrogenlərdən söhbət gedir. Yeganə xətti quruluşlu olan asetilendir. Asetilində 3 qat rabitələrin uzunluğu uşaqlar 0,120 nanometrdir. Deməli, özü də buradakı 180 xətti quruluşludur. 180 dərəcədir. Bucaq quruluşu 180 dərəcədir. Amma digər karbohidrogenlər hamısı sinfindən asılı olmayaraq bucaq quruluşudur. Aydın oldu? Vəssalam. Və də siklik quruluşlar da var. Bəli. Evə nə veririk bircə dəqiqə?